Xarici təhsil almaq, beynəlxalq layihələrdə iştirak etmək və yaxud da xarici köçməyin yolları haqqında öyrənmək istəyirsiniz, amma tam bilmədiyiniz və ümumiyyətlə qaranlıq qalan məqamlar var. 27 dekabrda olacaq seminarda sizinlə xarici təhsil üçün özünüz müraciət edirsinizsə və yaxud da hansısa bir şirkətlə müraciət edirsinizsə, nələrə diqqət etməlisiniz? Beynəlxalq layihələrə müraciət hansı formada olur və ümumiyyətlə əlavə olaraq hansı yollar var ki, siz bunlarla xarici köçə bilərsiniz? Eyni zamanda da xarici təhsil müraciət prosesinə başlamamışdan öncə yol xəritəsi necə hazırlanmalıdır? Təqaüdlü qəbul almaq üçün, universitetlərdən qəbul almaq üçün əsas nələrə diqqət edilir? Müraciət prosesi hansı formada olmalıdır? Sənədlər necə hazırlanmalıdır? Müsahibə mərhələləri hansı formada olur? Müraciətləri necə etməlisiniz? Hər biri haqqında detallı məlumat verəcəyim. Seminarda iştirak edərək həm müraciət prosesi, ümumiyyətlə xarici təhsil haqqında detallı məlumat ala, həm də suallarınızın hər birinə cavab tapa bilərsiniz. Bunu həm də konsultasiya kimi nəzərdə tuta bilərsiniz. Yəni xarici təhsil konsultasiyasına da qoşulmaq istəyirsinizsə, bu əla fürsətdir. Həm də qeyd edim ki, seminar ödənişsiz olacaq. Seminarın detallarını postun açıqlama hissəsində görə bilərsiniz. Qatılmaq üçün isə şərhə yazmağınız kifayətdir.